Salam xəbərlərlə tanış olun. Ermənistan silahlı qüvvələri təmas xəttində yerləşən kəndləri bu gecədə atəşə tutub. Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 31 dəfə pozulub, qarşı tərəf cavab atəşi ilə susturulub. Qəzza bölgəsində yaranmış vəziyyətlə əlaqədar 15 Azərbaycan vətəndaşı bölgədən təxliyə olunub. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibinin verdiyi məlumata görə Qəzza bölgəsində olan Azərbaycan vətəndaşları 2 mərhələdə təxliyə edilib. Onun sözlərinə görə birinci mərhələdə 11, İkinci mərhələdə isə 4 nəfər Qəzza bölgəsindən çıxarılıb. İsraildə olan Azərbaycan vətəndaşlarına gəlincə, bu ölkədəki vətəndaşlarımızın təxliyəsi ilə bağlı müraciət daxil olarsa, Azərbaycan Xarici İşlər Nazirliyi müvafiq addımlar atmağa başlayacaq. Qeyd edim ki, Qəzzada hərbi əməliyyatlar keçirilir. İsrailin zərbələri nəticəsində şəhərdə yüzlərlə insan ölüb. Əlcəzair hava yollarına məxsus sərnişin təyyarəsi qəfildən yoxa çıxıb. Qərbi Afrika dövləti olan Burkina Fasonun paytaxtı Ouagadougoudan havaya qalxan təyyarə bir müddətdən sonra radarlardan itib. Təyyarənin göyərtəsində nə qədər sərnişin olduğu hələ ki dəqiq bilinmir. Ouagadougoudan Əlcəzairə uçan təyyarənin havaya qalxandan 50 dəqiqə sonra radarlardan itdiyi bildirilir. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan futbol oynayacaq. Baş nazir bir müsabiqə çərçivəsində təxminən 30 dəqiqə meydanda tər tökəcək. Baş nazir və Türkiyənin tanınmış futbol adamları Başakşehir klubunun meydançasının açılış mərasimində iştirak edəcək. Mərasimi tanınmış prodüser Acun Ilıcalı təşkil edəcək. Futbol ictimaiyyətini bir araya gətirəcək mərasimdə futbol tarixinə imza atmış futbolçular ilə Türkiyə Superliqasında oynayan futbolçular qarşılaşacaq. Ərdoğan da futbolçularla birlikdə meydançaya çıxaraq qələbə üçün mübarizə aparacaq. Maç 15 dəqiqəlik 2 hissədən ibarət olacaq hər komandada. 6 oyunçu olacaq. Maçda veteran futbolçular da yer alacaq. Oyunu Cüneyt Çakırın idarə edəcəyi gözlənilir. Hava haqqında olan məlumatla tanış olun. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 22-26, gündüz isə 32-37 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun hərarəti 24-27 dərəcə olacaq.